bu günləri gözü götürməməzlik sindromu var, böyük boşluqlar var. Bunu etiraf etməkdə siz çətinlik çəkirsiniz. Amma bu reallığı da demək lazım. Amma şabaş davası eləyirlər, bir-birinin toyuna girişirlər, bir-birinin toyları bulurlar. Mən çətinlik çəkmirəm. Bu reallıqdır. Bunu demək lazımdır. Sən bildiklərindən 10 qat artığını mən bilirəm. Mən də çox şeylər bilirəm. Sadəcə onlara sizlərin dilindən eşitmək istəyirik ki, bu məsələyə bir çarə tapılsın. Bu nə dərəcədə susub dayanacaqsınız? Siz susduqca meyxana aləmi bataqlığa sürüklənəcək. Sən qalmışsan, ha, usta? Ələnməlidir. Əliyə bilmirsiniz, gücünü çatmır. Olmur, danışanın dilini kəsillər. Niyə kəsməlidirlər? Hansı biri gəlib sizin sənətinizin qarşısında söz deyəcək? Bu qədər mi zəifsiniz? Mən dəfələrlə çıxdım, dedim, mənə bir dənə adam demək olar ki, 1% dəstək olan oldu. Dedim, bu xiridarları, meyxana qulaq asanları anlatmıyor. Girməyən sözləri qafiyə edemiyor. Dəfələrlə dedim. Pulan sözü demək olmaz. Oyanmışam bu yerdə, giyanmışam bu yerdə, yubanmışam bu yerdə. Daldalanmışam bu yerdə, bu qafiyə edilmir, qardeş. Anlatmayın cəmaatı. Bir dənə adam qulaq asmadı mənə, susub giyanmışam qıraqda. Danışıram, oluram pis. Birinci hədəfdə də Rusların sözü birinci ruka mənəm. Tap vururlar. Belə söz deyirəm, 35 il bundan qabaq dediyimi qoyurlar ki, sən də demişsən. Avalat demişəm, bilməmişəm. Səhv eləmişəm. Mən tapşırıram. Qırmızı işıq fordan keçmək olmaz. Mən açansa keçmişəm, səhv eləmişəm, bilməmişəm. Səhv eləmişəm, bilməmişəm. Allah bağışlayır günahkarları. Nə qədər günahım var, ged əlvi aç. 2 rükət namazınızda ilə Allah bağışlayır.